peşə təhsilinə maraq ildən ilə artır. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində də müxtəlif rayonlardan 1000-dən artıq tələbə təhsil alır. Hazırda həmin mərkəzdə olan əməkdaşımız Əli Səmədov kadr hazırlığı barədə ətraflı məlumatları bizə çatdıracaq. Əli, buyurun, siz birbaşa bağlantıdasınız. Son xəbərlər sizdə. Yaz aylarıdır, bildiyiniz kimi peşə təhsil mərkəzlərində nəzəri təhsildən sonra artıq istehsalat təcrübələri başlayıb. Bildiyiniz kimi Qəbələ rayonunda yaradılan Dövlət Peşə Təhsil Mərkəzində 56 rayondan 1160 nəfər tələbə təhsil alır. Onlar müxtəlif fakültələrdə peşələri seçiblər. Müxtəlif peşələr demək olar ki, bu gün Azərbaycanın peşə təhsili əmək bazarında demək olar ki, birbaşa çıxış verən ən vacib təhsil istiqamətlərindən biridir. Bu sistem gənclərdə yalnız nəzəri bilik deyil, həm də praktik bacarıqlar qazandırır. Müasir dövrdə elektrik, aqrar sahə, turizm, IT, aşbazlıq, avtomobil texnologiyası, sənaye və xidmət sahələri üzrə peşəkar kadrlara tələbat sürətlə artmaqdadır. Azərbaycanda son illər peşə təhsilinə maraq xeyli yüksəlib. Gördüyünüz kimi gənclər bir çox peşə mərkəzlərində müasir avandırlıqlarla təmin olunub və onlar burada həm nəzəri, həm də praktiki təhsil alırlar. Tələbələr istehsalat təcrübəsinə cəlb edilib. Burada məzunların iş tapmaq imkanları da demək olar ki, yüksəkdir. Xüsusilə regionlarda peşə təhsil həm məşğulluğun artırılması, həm də yerli iqtisadiyyatın inkişafı baxımından mühüm rol oynayır. Əvvəllər peşə təhsilinə alternativ seçim kimi baxılırdısa, indi bu bir çox ölkələrdə və Azərbaycanda da bu sahə yüksək maaşlı və sabit gələcək vəd edən istiqamətlərdən biri hesab olunur. Və bir daha qeyd etmək istərdim ki, artıq Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 40 ixtisas üzrə qruplar var və onlardan 39 qrupu bu il buraxılış qrupudur və 500-dən artıq məzun artıq əsas təhsili ilə, bacarağı ilə bazara, yəni ki, peşə bazarına mütəxəssis kimi qatılacaq.